Azərbaycanda nisiyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər nisiyə satış dövriyələrinin miqdarından asılı olmayaraq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi kredit büroları haqqında qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə bu dəyişiklik həm müqavilə bağlayan sahibkarların, həm də vətəndaşların vaxta və vəsaitə qənaət etməsinə imkan yaradacaq. Çünki məlumatların təqdim edilməsi inzibati bir prosesidir və bu zaman tələb edirdi, bir sıralarda təbii ki, əlavə xərc idi və praktik olaraq bu prosedurların aradan qaldırılması vətəndaşlarımız, beləcə sahibkarlar üçün təbii ki, xərcə, vəsaitə qənaət anlamına gəlib. Eyni zamanda təbii ki, onların zamana qənaət etməsi baxımından fəaliyyətlərə müsbət təsir göstərəcək. Millət vəkili həmçinin vurğuladı ki, qanuna edilən dəyişikliklər sayəsində nisiyə alış zamanı aylıq ödənişdə gecikmələr baş verərsə, bu heç bir halda vətəndaşların kredit tarixçəsinə təsir etməyəcək. Nəzərə alsaq ki, nisiyə müqavilələrdə öhdəlik götürülür və vəsait müəyyən zamanda, məsələn, 1 il ərzində ödənilir. Əgər vətəndaş həmin il ərzində vəsaiti ödəyə bilmirdisə, bu artıq yubanma sayılırdı və yubanma olduğuna görə bu həmin vətəndaşımızın kredit tarixçəsinə mənfi təsir göstərirdi. Bu eyni zamanda təbii ki, vətəndaşlarımızın adının kreditlər üzrə qara siyahı adlandırılan siyahıya daxil edilməsinə gətirib çıxarırdı. Yəni bu o deməkdir ki, vətəndaşın alqı-satqı müqaviləsi zamanı, müqavilə razılaşdırılan müddətdə ödənişində yubanmalar varsa, bu zaman artıq onun bütövlütü müqavilə ilə bağlı məlumatlar kredit bürosuna təqdim olunmadığı üçün onun kredit tarixçəsi pisləşməyəcək. Bəs maraqlıdır, qanunda sözgedən dəyişikliyin kredit təşkilatlarına və sahibkarlıq subyektlərinə təsirləri necə olacaq? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruç hesab edir ki, dəyişikliklər təkcə vətəndaşlar üçün yox, həm də sahibkarların daha yaxşı fəaliyyəti üçün faydalı olacaq. Azərbaycanda bank sisteminin daha da təkmilləşməsi üçün, sahibkarla bank arasındakı münasibətlərin daha yüksək səviyyədə qurulması üçün mövcud dəyişikliklərin çox böyük təsiri olacaq və bundan sonra digər qanunvericiliyə müvafiq dəyişikliklərin də olacağını ehtimal etmək olar. Bütün bunlar ancaq ona xidmət eləyir ki, Azərbaycanda sahibkarlıq daha azad şəkildə inkişaf eləsin və bu təbii ki, ölkənin iqtisadiyyatına, bank sisteminin daha da təkmilləşməsinə xüsusi bir töhfədir. Bunu belə qiymətləndirmək olar. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, qanuna edilən dəyişiklik nisiyə mal alan vətəndaşların əsasən kredit tarixçəsinin qorunmasına xidmət eləyir. Artıq kiçik gecikmələr onların maliyyə etibarına təsir etməyəcək.